Salam əziz 9-cular. Bu günləri 19-cu sınağımızın izahına baxacağıq. Gəlin ilk növbədə dinləməmizi dinləyək, daha sonra tapşırıqların izahına keçək. Unit 19. Listen to the passage and answer the questions from 1 to 4. On April 13, 1961, proud Soviet citizens and anxious Americans awoke to the news that the first human being had flown to outer space the day before. It was a test flight which had been prepared under the leadership of Sergei Korolev. People were very surprised and they could hardly believe that a man could fly to outer space. But he had already circled around the Earth in Vostok 1 in 108 minutes. People were eager to meet the first cosmonaut. Gagarin's flight brought worldwide fame and international prestige to his country. Then on June 16, 1963, the first cosmonaut among women flew into space. It was Valentina Tereshkova. German Titov was also in that spaceship, and it was his first flight too. Nowadays, these cosmonauts have been known not only in Russia, but also all over the world. They are the pride of all the people living in the world. Okay, burada artıq dinləyərək də elə biz mətnin nə haqda olduğundan, söhbət nə haqda olduğundan məlumat əldə etdik. İlk dəfə dünya ətrafında belə deyək, bir insanın dövrə vurması 108 dəqiqə, kosmosa getməsi və bunun Yuri Gagarin olması və həmin ilk uçuşun Sergey Korolev liderliyi altında belə deyək, hazırlanmasını, məlumatını verdi və onun ölkəsinə və yaşadığı əraziyə böyük bir şöhrət gətirdiyi haqqında da məlumat verdi. Burada məsəl üçün birincidə elə doğru cavabımızı istəyir bizə. Who had a test flight been prepared by? Kim test, yəni sınaq uçuşu deyə kim tərəfindən hazırlanmışdı? Bəli, orada deyirdi ki, it had been prepared by Sergey Korolev's leadership. Bax, bu doğru idi. Məsələn, orada belə ölkənin sakinləri tərəfindən və Amerikanlar tərəfindən və ya German Titov tərəfindən və ya Valentina Tereshkova tərəfindən yazılması yanlışdır. Cümlə tamamlamıza Gagarin's flight neyinədir? Onun ölkəsinə və dünyaya böyük nə verdi? Şöhrət gətirdi. Ona görə B variantı doğrudur və unsuccessful uğursuz və yaxud was the last flight sonuncu uçuşu idi, xeyr, və yaxud da deyir, bütün günü deyir, dünya ətrafında gəzib və yaxud bu qadın deyir 1961 qadın tərəfindən 1961-də yaradılmışdı, bu da səhvdir. Mətn nə haqqında idi? Əlbəttə ki, mətnimiz deyirdi ki, Yuri Gagarin 18 dəqiqəlik kosmosa uçuşu haqqındadır. Burada məsələn ikinci uçuş, xeyr, ilk insanın aya uçuşu idi. Xeyr, burada kosmosdan söhbət gedirdi. Amerikalıların müvəffəqiyyəti, xeyr, və ya Sergey Korolovun uçuşu. Bu sadəcə Sergey Korolov sadəcə test edirdi, sınaq edirdi. Bu uçmamışdı. Ona görə onlar yanlışdı. Növbəti true false tapşırıqlarımızı da elə orada eşidərək yaza bilərik. Sergey Korolov previous first flight program bu elə birinci tapşırığımızda artıq var idi. Cavabı ona görə doğrudur. Bunu yazmaq təkrar sual kimidir. Valentina was alone in the spaceship. Deyir, yalnız idi. Xeyr. Digər astronotdan da danışırdı. The cosmonauts flight brought worldwide fame to the USA. Amerika Birləşmiş Ştatlarına yox, bu Sovet yönə idi. Yəni Sovet Sosialist Respublikasına idi. Yanlışdı. Ona görə people were eager to meet the first cosmonaut. Yəni deyir, insanlar həvəs göstərirdi kosmonautu görməyə. Bəli, bu da doğru variantımız idi. Növbəti 5-ci tapşırığımıza isə baxaq. Burada qısa tapşırıq, qısa testlərimizi oxuyub tərcümə edəcəyik. Birinci tapşırığımızı oxuyaq, görək nədən söhbət gedir. Dear workers, əziz işçilər, first of all, I am very sorry to tell you that our company went bankrupt.
Valla deyir şirkətimizin müflis olduğuna görə deyir, sizə bildirməkdən çox təəssüf edirəm. We spent so many years working for the same company. Biz deyir, uzun illər eyni şirkətdə işləmişik, deyir, çox illərimizi deyir, sərf etmişik deyir bu şirkətdə. You will get your last wage during this week and it is better for you to find another job. Son maaşınızı deyir bu həftə ərzində alacaqsınız və bu başqa bir iş tapmanızı daha deyir nə üçün? Siz üçün daha yaxşı olacaq. I am sorry, üzr istəyirəm, yəni də bağışlayın. Good luck to you. Uğurlar hamıza. What's the purpose of announcement? Elanın deyir məqsədi deyir, nə haqda idi? Birincisi deyir to announce opening a new company. Yeni kampaniya açmaq haqqında xeyir şirkət bağlanır artıq. Və yaxud da deyir to invite a lot of people to the company. Bir çox insanları dəvət etmək kampaniyaya xeyir. Şirkətə yəni to announce the undesirable station in the company. Şirkətdəki arzu o desirable yəni desire nədir? Arzu eləməkdir. Undesirable dediyində arzu olunmaz vəziyyəti elan etmək ilə bu olacaq bizim tapşırığımızın cavabı. Növbətinə baxaq. They want to announce about worker inexperience. İşçilərin təcrübəsizliyi barədə məlumat vermək. Xeyr, elə bir şey yox idi. Sonra to raise the salary, maaş qaldırmaq, harda da o gün bunlar işdən çıxarılırdı. Ona görə C variantı doğru tapşırığımızın cavabıdır. Növbəti 6-cı tapşırığımıza da baxaq yenə də. Dear citizen, hörmətli sakinlər, vətəndaşlar, this man is the picture went out 5 days ago and didn't come back. Deyir şəkildə ki, bu kişi deyir 3 gün əvvəl 5 gün əvvəl deyir çıxıb evdən və geri qayıtmayıb. If anyone see him around or knows anything about him, please call us at this number 0974407111. Thanks in advance. Əgər onun ətrafında görən və haqqında bir şey bilən varsa, xahiş edirik bu nömrəyə zəng etsin. 097 440 71 11. Təşəkkür əvvəlcədən deyir, təşəkkür edirəm. Bilirsiniz ki, ingilis dilində telefon nömrələri tək-tək oxunur. Bu deyir elanı, belə deyək, məqsədi nə idi? A variantında to make that person famous on TV. Deyir ki, həmin şəxs televiziya məşhurlaşdırmaq üçün, xeyr bu itib. To invite his friends to his house. Qonaq çağırır, deyir, evlərinə, dostlarını dəvət edir, xeyr. To get help from people about this problem. Bu problemlə bağlı insanlardan kömək almaq. Bunu saxlayaq. To let people know how nice that person was. Deyir, insan nə qədər yaxşı olduğunu bildirmək, xeyr. To announce the result of game, oyunun nəticələrini elan etmək, xeyr. Burada da elə C variantı doğru variantımızdır. Növbəti tapşırığımıza da baxırıq görək. Bu da short textlərimizdən biridir. Mr. Black, Cənab Black, unfortunately by the time you send a letter to our company we hired 2 advocates and now we have to turn your request down, but we'll take into account your high experience in future. Wish respect, Mr. Casey, Chef Assistant. Təəssüf ki, şirkətimizə məktub göndərdiyiniz vaxta qədər 2 vəkil işə götürmüşdük və indi tələbinizi rədd etməliyik, amma gələcəkdə yüksək təcrübənizi nəzərə alacaq. Hörmətlə, cənab Keyser baş köməkçi. Bu da deyir, nə haqdadır? Nə deyir? Elanın məqsədi nə idi? To apply for job, işə müraciət etmək. To offer high position, yüksək vəzifə təklif etmək. To advertise a new product, yeni bir məhsul reklam etmək. To refuse a request, sorğunu imtina etmək. To express happiness, xoşbəxtliyini ifadə etmək. Burada nədən söhbət gedirdi elə? But and upon your experience in future. Aha. Burada elə D variantı doğrudur, çünki onu imtina edirdilər öz belə deyək məktubunu. Qəbul məktubun D variantı doğrudur. Növbəti tapşırığımıza keçək. Görək kimdən haqqındadır. Belə burada görürük ki, kim haqqındadır? Michael Jackson haqqındadır. Oxuyaq və sualları cavablandırmağa çalışaq. Michael Jackson was born in the town near Chicago on August 29 in 1948.
1958-ci il 29 avqust Chicago şəhərinin yaxınlığında Michael Jackson doğulub. His parents were both musician. Onun hər iki valideyni musiqiçi idi. His mother played the clarinet and his father played the guitar. Anası klarnetdə, atası gitarada çalırdı. Mr. and Mrs. Jackson had 9 children. Mr. Mrs. deyir, xanım və cənab deyir, Jacksonların deyir 9 uşağı vardı. 6 boys and 3 girls. 6 oğlan, 3 qız. They all learned to play musical instrument. Onların hamısı deyir, musiqi alətində çalmağı öyrənmişdilər. And görək növbəti məlumatlar nədir? In 1967, Michael and his brother started a group, the Jacksons 5. Michael was the lead singer. 1967-ci ildə Michael və qardaşları deyir, nədir? Qrup deyir, yaradırlar. 5 belə deyim. Jackson 5 adında və Michael da deyir, əsas deyir, nə idi? Aparıcı müğənni idi. The group they formed was competition and they were famous in Chicago for their singing and dancing. Onlar deyir, Chicago'da deyir, məşhurlaşdılar. Harda deyir, müsabiqədə qalib gəldikdən sonra və deyir, onların rəqsləri və deyir, özləri məşhurlaşdılar. It was their first record in 1969. 1969-cu ildə bu onların ilk deyir, nə idi? Albomu idi, yazısı idi. In 1970, the group had 4 number 1 records. 1970-ci ildə qrupun 4 birinci albomu var idi. And as Michael was very famous, he didn't like to talk to TV or magazine people. Michael çox məşhur olduğuna televiziya və jurnalistlərlə danışmağı sevmirdi. And he lived in a big house in California with some of his strange pets as a chimpanzee, cheetah and llama. O deyir, Kaliforniyada böyük bir evdə qəribə ev heyvanları ilə birlikdə yaşardı. Şimpanze, cheetah və llama. Michael Jackson had earned a worldwide fame for his playing musical instruments, singing and dancing. Michael Jackson musiqi alətlərində ifa etməsi, mahnı oxuması və rəqs etməsi ilə dünya şöhrəti qazanmışdır. Fame, şöhrət. And he had a lot of admirers and lovers. Onun deyir, çoxlu pərəstişkarları və sevimliləri var idi, sevənləri vardı. His admirers are not tired of listening to his songs up to now. Onun pərəstişkarları bu gününə qədər də mahnılarını dinləməkdən yorulmurlar. Belə, bizim birinci tapşırığımızda nəyi soruşur bizə? Deyir, false, yanlış olan tapşırığımızı bizdən soruşur. He liked to keep wild animals. O deyir, vəhşi heyvanları saxlamağı sevirdi. Bunlar cheetah, llama da vəhşidir də. Michael never liked to give interviews on TV. Michael heç vaxt deyir, interview verməyi deyir, sevmirdi. Sonra Michael liked to play musical instrument. Bu var idi. He never talked to magazine people. İnsanlarla, magazinlərlə heç vaxt deyir, danışmırdı. The member of his family were musician. Bu da doğruydu. Burada hamısı doğru. O deyir, ev heyvanların. Belə burada hamısı doğruya göstərir, amma ki, belə deyək, heç vaxt televiziya müsahibə vermirdi. Baxaq, burada var idi belə bir şey. Oswego didn't like to talk magazine. Bax, bunlar doğruydu, vermişdi burada. Bax, bu da var. Ailəsi musiqi idi, vermirdi musiqi və deyir, xoşlayırdı musiqi alətlərində. Bu da vardı. A variantı da deyil, vəhşi heyvan deyildimi? Cheetah, llama, cheetah vəhşidir axı. Bəlkə də A variantını götürüblər, amma ki, o da oxşar, belə deyək, cavablardan biridir. Nəysə, belə deyək, mətin nə haqdadır? Mətin nə haqda idi? Michael Jackson'ın nə haqqında idi? Şöhrəti haqqında idi. Burada nəyə baxırıq biz? Michael's house, Michael'ın evi, xeyr, a big family, böyük ailə, famous musician, məşhurdur musiqiçilər, Michael's parents, Michael'ın valideynləri və Michael Jackson'ın həvəsi. Michael Jackson'ın həvəsi tam variant olaraq yenə bu oxşar yaza bilərik. E variantı. Növbəti cavabımızda isə deyir nədir? What was Michael's mother's good at? Michael'ın anası nədə yaxşı idi? Michael'ın anası nə çalırdı? Klarnet çalırdı, düzdürmü? Bəli. Gitara atası çalırdı, rəqs etmək, mahnı oxumaq və yaxud
Ev heyvanlar saxlamaq onlar Michael'ın idi. 11-də deyir ki, Michael Jackson's davamlını tapırıq. Nə idi? Brothers start the group of with him. Qrup deyir, yaratdılar birlikdə qardaşları. Sonrasına nə deyirdi burada? Mother played the piano. Anası pianino çalırdı. Xeyr, bu içarda varsa səhvdir. Bunları silirik. Aha, sonrasında deyir ki, brothers were not musician. Bu qardaşlar musiqiçi değildi. Ona görə elə 1-4. Parents were musician. Bəli, valideynlər musiqiçi idi. 1-4 doğrudur. Yenə doğrunu tamamlayaq, tapaq görə. Max Group won competition. Michael'ın qrupu yarışı qalib gəlmişdi. Bəli, Michael's parents had 8 children. 8 yox, 19 uşaqları vardı valideynlərinin. O səhvdir. He lived in a small house. Balaca evdə yox, böyük evdə qalırdı. O da səhvdir. Deməli, the first record dates back to 1969 ildə deyir. Onların kimi albomları vardı. 1-4 doğrudur. Növbəti tapşırıqlarımıza baxırıq. Növbəti tapşırıq make up a sentence. Yenə də biz nəyi tapırıq burada? İbtidanı 3. Gəlin üçünə düzəltməyə başlayaq. Mr. Albert neynəsi? Mr. Albert asked, soruşdu. And Mr. Albert asked us, bizdən soruşdu. Və neyniyək? Together, toplayaq. Kimləri? Around, ətrafımıza. His table. 3, 6, 5, 2, 1. Belə A variantı doğrudur. Mr. Albert də xahiş elədi ki, onu stol ətrafında toplanaq. Bu düzdür. Növbəti tapşırığımız passive voice-dur. Passive voice-umuza baxırıq. Cümlə hansı zamanda keçmiş bitmişdir. Z olan cümlələri silirik. Çünki bizim mübtədamız məşğulda mübtədə ola bilməz. Tamamlığımız nədir? The water of the river gəlir. Rivers burada da həddən sonra nə olmalıdır? Been olmalıdır. Elə birinci variantımız uyğunlaşır. Was ola bilməz. Çünki keçmiş zamandır. Keçmiş bitmişdir. A olmaz. İndiki zamandır. Bəli, elə A variantımız nədir? Doğru variantımızdır. Növbəti tapşırığımıza baxırıq. Növbəti tapşırığımızda isə conditional'da if-lə verib, don't varsa ikinci tərəfdə ya belə deyək, indiki qeyri-müəyyən yaxud da gələcək zaman olmalıdır. Biz burada bax, if we don't put butter into the fridge, biz deyir soyuducuya, deyir buzluğa yağı qoymasaq o neyə bilər? Əriyə bilər, itməz. Bu qanun olduğuna görə zero conditional'dır. Yəni birinci sıfır condition bağlayıcı. Hər iki tərəf indiki qeyri-müəyyən zamanda olmalıdır. Növbəti tapşırığımızda isə wants to buy a bicycle for his new birthday. Kim istəyərdir o üçündür, ad günü üçündür, nədir, hədiyyə almağı. Mübtəd özündən sonra xəbər, təkdə xəbər gətirən who'dur. Ona görə B variantı doğrudur. Artiklın işlənməsinə baxırıq. English is the language of the purpose and burada da olacaq nə? İkinci tərəfdə Z olacaq. Çünki İngilis dili diplomatiya, idman və musiqinin dilidir. A variantı doğru variantdır. No var. Burada da doğru variantı seçirik. No olan cümlədə başqa inkarlıq olmaz. Ona görə İnkar cümlələri avtomatik silirik. No one do harm to other people. Heç kim deyir, gərək deyir, neynəməsin başqalarına, belə deyək, ziyan vurmasın. Should olacaq. Niyə hər? Çünki no-dan sonra, belə deyək, üçüncü şəxs formasında işlənir. Növbəti müddətdə xəbər uzlaşmasıdır. Of-dan əvvəlkinə baxırıq. Closest cəmdə olduğuna görə A, V, bir-birdə ola bilər. 1, 3, 4. A variantı ilə nədir? Doğru variantımızdır. Növbəti yenə conditionalımızdır. If var. If-dən sonra burada nə verib? Burada cavablara baxırıq. Belə deyək. Keçmiş qeyri-müəyyən zamanlar məşğul növdə olmaz. İndiki davam edici zaman olmaz. If-dən sonra birbaşa will gəlməz. Bitmiş zamanda olmaz. Ona görə if-dən sonra qeyri-müəyyən zamanlığın, ikinci tərəfdə isə gələcək zaman D variantı nədir? Doğru variantımızdır. Növbəti tapşırığımızda isə baxırıq. The old captain cried bitterly and said nothing. Cümləmiz inkardadır. İnkar cümləni biz də bilirdik ki, inkarla, təsdiq cümləmiz isə təsdiq variantımızla verməliyik. Cümlə hansı zamandadır, ona da baxırıq. Ed var burada, deməli did olmalıdır. Elə A variantı doğrudur.
Noisy'dən sonra did olmaz, so'dan sonra did olmaz, yenə bu da did olmaz və burada da köməkçi feil burada olmalı idi. Ona görə səhvdir. A variantı doğrudur. Növbəti tapşırığımıza baxaq. Nə deyir? The commander all the soldiers and began to order them. Burada deyir, bütün deyir, komandir deyir, bütün soldatlar yığıb və onlara deyir, nə verməlidir? Başladı, əmr verməyə başladı. B variantı doğrudur. Gəzəristi, qalmaz, colt qışqırıb, promise söz vermək, praise mükafatlandırmaq deməkdir. Bunlar yanlış variantlarımız. 23-cü tapşırığımıza baxırıq. Bookworm kitab qurdu, edition, position. Burada bir kitab qurdu sözünü tapaq elə. Bookworm nədir? Yəni çoxludur. Kitab oxumağı sevən. B variantıdır. 1B. Edition'da xüsusidir. Kopyaların hazırlamaq. İkinci C. Üçüncü də up. Something that you have. Burada 1B, 2C, 3A, E variantı doğrudur. Növbəti tapşırığımıza da baxırıq. Fight. Burada nədir? All the progressive peoples fight against war. Bütündür. İnsanlar döyüşməkdir. Bunun nəyini seçirik? Sinonimlərini seçirik. Sinonimlərimiz də hansılardır? Burada qarşı mübarizə aparırlar. Burada mübarizə aparmaq, struggle sözüdür. Stay qalmaqdır, danışmaq, başlamaq, nümayiş etdirmək. Bunlar olmaz. Sinonimi struggle'dır. Növbəti tapşırığımız antonimlərimizdir. Free azad etmək, burada elə azad etmək deməkdir. Amma antonim seçdiyimizə görə bir olmaz. To put on, belə deyim. To borrow, to put vermək, to take off, yenə də elə olar da. Çıxarmaq deməkdir, geyinmək, çıxarmaq, to put off geyinmək, take off çıxarmaq, borrow borc almaq, lend borc vermək, to praise tərifləmək, scold danlamaq, bunlar bir-birini, to worship ibadət etmək, öyrənməksə bunlar bir-birinin antonidir. 2, 3, 4-cü tapşırıqlarımız nədir? Doğru variantımızdır. Növbəti şəkil üzrə tapşırığımızı isə birlikdə belə deyək, şəkil təsvirlərimizi baxıb yaza bilərik. Şəkil üzrə təsvirimizdə isə bu formada yazarıq. Şəkili burada sizin üçün yükləyib yazdım. Daha səliqəli görünsün deyə. A man was driving his car along a quiet road when suddenly it broke down. Kişi deyir, sakit yolda deyir, maşın sürürdü. Qəflətən deyir, o sındı. He stopped the car and looked over it. O maşını dayandırdı, çox narahat görünürdü. After 5 minutes, a tow truck arrived and took his car to a garage. Bir neçə dəqiqədən sonra da evakuator gəldi və deyir, onun maşınını qaraja götürdü. Later, mechanic opened the hood and carefully checked the engine. He worked hard and finally fixed the problem. The man was happy to have his car working again. Daha sonra deyir, mexanik deyir, maşının kapotun açdı ehtiyatla və onu mühərriki deyir, yoxladı və o çox deyir, işlədi və nəhayət deyir, problemi həll etdi və kişi deyir, çox xoşbəxt oldu və yenə maşını işə saldı. Bu formada, məsələn, burada tow truck evakuatordur, onun nə deməkdir Azərbaycanlılar bilmirəm dəqiq, hood məsələn üçün sözü, məsələn, kapüşon papağına da deyirlər, bəzən kapota da deyirlər. Bu formada o kapotda nə deməkdir maşını, onu da bilmədiyim üçün rus dilində söylədim. 9'lar bizim bu kitabımızdan 20 variantlıq sınavımızdan bir dənə sınavımız qaldı. Növbəti dərsimizdə də inşallah onun izahına birlikdə baxacağıq. Uğurlar.